önəmsiz eşit bölməli çubuq ilə qurulan şəkildəki düzənək dəngədədir. Buna görə px və py-lərin ağırlıqları nisbəti. Baxaq, aşağıya doğru bir px var, bir py, burada da bir py var. Bu px sadə əqrəbinin əksi, py-lər isə sadə əqrəb istiqamətdə döndərir. Yazaq, px vurulsun, dayağı da getdik qoyduq, bax bura. 1, 2, 3, yəni 3px bərabərdir. Py vurulsun 1, üstə gələ py vurulsun 3. Oldu 3px bərabərdir 4py-ə. Mən px-i py-ə böləndə nə edirəm? 4 bölünsün 3. Yəni B variantı tapıram. Ağırlığı P olan özdeş və türdeş çubuqlar şəkil 1-dəki və 2-dəki kimi tarazlıqdadır. F1, F2 qüvvələrinin nisbəti məndən soruşur. 1, 2, 3, 4. Bax, tam aşağıdan bir ağırlığını göstərdim. Yazıram. Ağırlıq neyinir? Sadə əqrəb istiqamətdə. F1 sadə əqrəbin əks istiqamətdə döndərir. P bərabərdir. F1 vurulsun 3-ə. Onda F1-i tapıram nədir? P bölünsün 3-dür. İndi bura baxaq. Burada bir P var. F2 vurulsun 1 bərabərdir P vurulsun 1-ə. Yəni F2 nə qədərdir? Buradan P. İndi F1 bölü F2-ni soruşur. P bölünsün 3. Aşağıda da bir P. İxtisar gedir, qalır nə? 3-də 1. A variantı. Şəkildəki eşit bölməli türdeş çubuğun ağırlığı P-dir. Buna görə iplərdəki gəlmə qüvvələrinin T2-nin qiyməti neçə P-dir? Ağırlıq 1, 2, 3, 4, 5, 6. Tam mərkəzdən bir dənə P-si var. İndi ayrı-ayrılıqda tapmaq üçün, T2-ni tapmaq üçün məndən sırf T2-ni soruşur. Ancaq T2-ni soruşur. Onda dayağı gətirək qoyaq T1-ə. Avtomatik T1 gedir işinə. Onda bax, bu nöqtəyə nəzərən momenti yazaq. P neyini aşağı salmağa çalışır. T2 neyini yuxarı qaldırmağa çalışır. Onda yazıram 2P bərabərdir. T2 vurulsun 1, 3, 4, 5-ə. Buradan T2-ni tapıram. 2P bölünsün 5. 5-də 2P. Cavab olur D variantı. Ağırlığı önəmsiz eşit bölməli çubuğa özdeş cisimlər bağlanılaraq şəkildəki düzənək qurulmuşdur. Sərbəst buraxıldıqda yatay dəngədə qalması üçün hansı nöqtəyə özdeş bir cisim asılmalıdır? Yəni tarazlıqda qalması üçün. Bunların hamısının ağırlığına bir P deyirəm. Burada da bir 2P var, düzdürmü? Gəlin baxaq görək. Bax, bu nöqtəyə nəzərən momentlər bərabərdir. Bax, P vurulsun 1, 2, 3. 3P üstə gələk P. Digər tərəfdə 2P vurulsun 3, yəni 6P var. Deməli, bir tərəfdə 4P var, bir tərəfdə 6P var. Tarazlığın yaranması üçün, baxın, bu cisimlər, yəni P və P, bu iki cismin yanına bir dənə də cisim atmalıyım, amma hara asmalıyım? Amma onun üçün də nə etməliyik? Bax, yazıram. P vurulsun 3, yəni 3P üstə gələk P. Yenə P ağırlıqlı, amma bilmirəm hardan. Həmin o nöqtəndə X yazıram. Bərabər eləməliyim 2P vurulsun 3, yəni 6P-yə. Olacaq 4P üstə gələk. Px bərabərdir 6P-yə. Px nəyə bərabərdir? 2P-yə. Yəni, cisim elə yerdən asılmalıdır ki, P ağırlıqlı və dayaqdan 2 məsafədə. 1, 2, yəni elə. Mən bir dənə P ağırlıqlı cisim assam, tarazlıq yaranacaq. Gəlin, yoxlayaq. P vurulsun 3, yəni 3P üstə gələk. P vurulsun 2, 2P. P vurulsun 1P. Gördünüz? Oldu 6P. Digər tərəfdə 6P idi. Ona görə tarazlıq yaranır. Deməli, mən elə P ağırlıqlı bir cisim assam, tarazlıq yaranmış olacaq. Ağırlığı önəmsənməyən çubuq B nöqtəsindən iplə asıldığında şəkil 1-dəki kimi dəngədə qalır. Eyni çubuq şəkil 2-dəki kimi A nöqtəsindən asıldığında yenə dəngədə qalması üçün X cisminin altına X-ə özdeş kaç cisim daha asılmalıdır? Aha. Ağırlığı önəmsənmir. B nöqtəsindən iplə asılı şəkildəki kimi dəngədə qalır. Deməli, burada bir cinslikdən söhbət getmir. Deyilməyib, yəni. Düzdürmü? Getirək, bax, qoyaq bura dayağı. Px vurulsun 2 bərabərdir Py-ə. Yəni, Py, Px-dən 2 dəfə çoxdur. Onda elə bunun ağırlığına P desəm, rahatlıq üçün buna da 2P deyim. Yenə, bura bir P deyim, bura 2P deyim. İndi, bax, bu nöqtədən asılanda deyir, X cismin altına daha neçə cisim asılmalıdır. Dayağı getdik, qoyduq bura. İndi, baxaq. İndi şəkil 2-yə görə momenti yazaq. P vurulsun 1 bərabərdir 2P vurulsun 2.
Dayaqdan 2 tamam məsafədədir. Bax, birisi də P-dir, birisi də 4P-dir. Onda mən P-nin altına daha neçə cisim asmalıyam ki, tarazlıq olsun 3 dənə. Baxın, P-nin altına 3 dənə P ağırlıqlı cisim assam, belə olacaq da 3P dayaqdan 1 məsafədədir. Vurulsun 1, üstə gələk. Bir dənə də X-in öz ağırlığı var da, yəni P vurulsun 1, bərabər olur 4P-yə. Həqiqətən də bu hissədə 4P eləyir, bu hissədə 4P eləyir. Elə 3 olacaq onda. Mən X cisminin altına 3 dənə P ağırlıqlı cisim assam, baxın belə. Ümumi nə qədər elədi? 4P elədi də. 4P dayaqdan 1 məsafədədir. Digəri də 2P vurulsun ki 4. 4 bərabər oldu. Cavab olur 3. Eşit bölməli. Türdeş çubuq, özdeş və P ağırlıqlı cisimləri şəkildəki kimi tarazlıqdadır. Buna görə çubuğun ağırlığı kaç P-dir? Eşit bölməli türdeş çubuq, özdeş və P ağırlıqlı cisimlərlə. Hər birinin ağırlığı P-dir. Burada bir 3P var. Burada bir P var. Çubuğun ağırlığı. Aha, dayağı getdim, qoydum bura. Baxaq. Momentlərə baxaq. P vurulsun 3. 3P bərabərdir. Bura P vurulsun 1P. Üstə gələ 3P vurulsun 2, 6P. Deməli, 7P bura eləyir, P bura eləyir. Aha, onda gələk belə eləyək. Üstə gələk. Mənə burada türdeş çubuq deyir. Cins çubuqdur. 1, 2, 3, 4, 5, 6. Onda tam mərkəzdən aşağı bir P ağırlıqlı PX deyək. PX ağırlıqlı mənim çubuğum var. Onda yazıram. PX deməli dayaqdan 1 məsafədədir. Onda olur. Nə? Bax 3P-ni keçirən bərabərin digər tərəfinə. Onda PX bərabər olur 7P çıxılsın 3P-yə. Onda PX nəyə bərabər olur? 4P-yə. Deməli mənim çubuğumun ağırlığı 4P-dir. Ağırlığı önəmsiz eşit bölməli çubuq K və L cisimləri ilə şəkildəki kimi tarazlıqdadır. Çubuğun asılma nöqtəsi T-yə alındıqda yatay dəngənin bozulmaması üçün K-yə özdeş bir cisim nəriyə asılmalıdır? Bunu necə yazırıq? Ağırlığı önəmsizdir. Gətirək bax, dayağı qoyaq bura. Ağırlığı getdim, qoydum, bax bura. Düzdürmü? Gəl, bax, bu nöqtəyə nəzərən birinci momentlərə baxaq. Olur, PK vurulsun 2, nəyə bərabərdir? P ilə. Yəni, PL PK-dan 2 dəfə çoxdur. Onda bura 2P yazıram, bura nə yazıram? P yazıram. İndi 2 dəfə çoxdur. Aha, asılma nöqtəsi T-yə alınsa. Asılma nöqtəsini gətirdim, bax, T-yə aldım. Aha. Bunu da buradan silək. Dəngənin pozulmaması üçün K-yə özdeş bir cisim nəriyə asılmalıdır? Aha. İndi baxın. Dayaq nöqtəsi olaraq mən, bax, bu T-ni götürsəm, T-yə görə momenti yazsaq, P vurulsun 1, bərabər olmalıdır 2P vurulsun 2. Görürsünüz, bir tərəf P-dir, bir tərəf 4P-dir. Deməli, T-dən solda bir dənə K-yə özdeş, yəni K ağırlığında, P ağırlığında bir cisim asmalıyım. Amma hardan asacam bilmirəm. Onu da yazaq bir X. Olacaq P, üstə gələk, PX bərabərdir 4P-yə. P-ni keçirdim 4P-nin yanına, olacaq PX nəyə bərabər? 3P-yə. Yəni, dayaqdan 3 məsafədən, düzdürmü? Dayağım burada da 1, 2, 3. Bax, buradan mən bir dənə P-yə ekvivalent, yəni P ağırlığında bir cisim assam, tarazlıq yaranacaq. Gəlin yoxlayaq. P, bax bu, dayaqda nə qədər məsafədədir? 1, 2, 3. Olacaq P vurulsun 3, yəni 3P. Üstə gələk, P vurulsun 1, P. Nəyə bərabərdir? 2P, 1, 2. Vurulsun 2 olacaq 4P. Bu da 4P, burada 4P. Deməli, düz tapdıq. Elə X nöqtəsinə, deməli, pozulmaması üçün tarazlığın X nöqtəsinə P ağırlıqlı bir cisim asmalıyam. Eşit bölməli, homogen çubuğun ağırlığı 2P-dir. 1, 2, 3, 4, 5, 6, 7, 8. Tam mərkəzdən aşağı bir 2P ağırlığı var.
4P ağırlıqlı cisim ox istiqaməti hərəkətə keçdikdən sonra çubuğun dəngəsi pozulmadan ən fazla nereye qədər gedə bilər? Bax, bu 2P hərəkət eləyib. Baxın, özümdən atıram. Bax, bu vəziyyətə və yaxud bax, bu vəziyyətə gələndə nə olur? Bu dayaq aşağıya doğru hərəkət etməyə başlayır. Bu dayaq yuxarıya doğru hərəkət etməyə başlayır, düzdürmü? Mən buranı silim qarışmasın. Onda, bax, bu dayaq, bax, bu ikinci dayağım. Mənim bu ikinci dayağım. Bu yuxarı qalxır da, yəni çubuq bu dayaqdan ayrılır. Onda burada reaksiya yaranmır. Yəni bu olur 0. Onda mən bunu asanlıqla silə bilərəm də. Elə bu yoxdur. Elə bu yoxdur. Düzdürmü? Onda dayaq nöqtəsi olaraq mən bu cisimimi, bu dayağımı seçirəm daha doğrusu. Gəlin bunu da silək. Saçdım yaxdı. 4P gəldi bax. Bu aralara bir yerə. İndi o aralar bir yer tapmalıyam. Görək hara gələcək, hansı nöqtəyə gələcək. Gəlin ona görə tarazlıq şərtimizi yazaq. Bu 4P-dirsə nə etməyə çalışır? Bu 4P-dirsə sadə əqrəbin əksi istiqamətdə. 2P sadə əqrəb istiqamətdə. Burada bir gizlənən P-miz var və bu P də sadə əqrəb istiqamətdə döndərməyə çalışır. Gəlin momenti yazaq. 4P nə qədər məsafədədir bilmirəm. Mən özümdən yazmışam məsələn K ilə arasında, amma elm arasında da ola bilər, MN arasında da ola bilər. Yazırıq 4P vurulsun X. Bərabərdir 2P vurulsun 1, 2P üstə gələ P vurulsun 3, 4, 5, 5P. Olur 4PX bərabərdir 7P'yə. PX'i tapıram 7P bölünsün 4'ə. Olur 1 tam 4'də 3. 1 tam 4'də 3. Yəni 1 ilə 2'nin arasında bir yerdə baxın. Yəni onu göstərək. 1 ilə 2'nin arasında bir yerdə. Bax, dayaqdan 1, 2. Hə, onda gəlir elə elm arasına düşür. Baxın, bu elm arasına düşür. Bu cisim elm arasındadır. Yəni ən fazla elm arasına qədər gedib çıxa biləcək. Bu da onun kimidir. Eşit bölməli homogen çubuğun ağırlığı 4P'dir. Homogen 1, 2, 3, 4, 5, 6, 7. Tam mərkəzdən aşağı. 7 isə mərkəzi 3 yarım olur da. Olur 4P. 5P ağırlıqlı cisim ox yönündə hərəkət edən fazla nəyə qədər gələ bilər? Bax, tutalım gəldi bura. Məsələn deyirəm də mən. Yəni bayaqki məsələ ilə eynidir. Məsələn gəldi bax bura. Düzdürmü? Bax, onda neyinir? Bax, bu istiqamətə bu 5P ağırlıqlı cisim gələndə bu dayaq, daha doğrusu bu ip boşalır və buradakı gərilmə yaranmır. İndi gəlin tarazlıq şərti yazaq. 2P neyinir? Sadə əqrəbi əksi, 4P sadə əqrəbi əksi, bu 5P isə sadə əqrəbi istiqamətdə döndərməyə çalışır. Yazaq 2P vurulsun 2, 3, 4. Üstə gələk. 4P vurulsun 0,5. Görürsünüz? 0,5 məsafədədir. Hər bölgünü bir qəbul etsək. 5P vurulsun, X bilmirəm. 8P üstə gələk 2P bərabərdir 5PX-ə. 10P 5PX-ə bərabərdir. P'lər ixtisar gedir, 5 ilə 10 gedir. 2X bərabərdir 2. Deməli, dayaqdan 2 məsafədə olmalıdır. 1, 2. Aha. Deməli, ən fazla Z nöqtəsinə qədər gələcək. Cavab olacaq D variantı. Ağırlığı önəmsənməyən eşit bölməli çubuğa özdeş cisimlər şəkildəki kimi asılıb. Özdeş cisimlərdən indi bax mənə 3 dənə işlem verir ki, deyir bunların hansı olsa çubuq tarazlıqda qalacaq. Gəlin birinci bax dayağımız buradır da. Bura görə bir momentlər tənliyi yazaq. Burada 2P ağırlıqlı cisim var. Elə 2 dənə P ağırlıqlı bir dəfəlik P yazdım. Aşağıya doğru bir P var. Burada da aşağıya doğru 2P ağırlığı var. Gəlin birinci momenti yazaq. P ilə 2P sadə əqrəb istiqamətdə. Digər 2P isə daha doğrusu bunlar sadə əqrəbin əksidir. Bu 2P isə sadə əqrəb istiqamətdə. Yazaq. 2P vurulsun 3. Üstə gələ P vurulsun 1. Nəyə bərabərdir? 2P vurulsun 1. Yəni 2P'yə. Yəni bura elədi. 6 üstə gələ 1. 7P bərabərdir 2P'yə. Bax, bu halda tarazlıq pozulacaq. İndi biz tarazlıq olması üçün nə edə bilərik? Tarazlıq olması üçün X, Y, Z görək hansına
3 aza bilirik. Bizə nə deyir? Deyir ki, özdeş cisimlərdən x-ə bir dənə asmaq. X-ə gələk bir dənə asaq. Astıq. Onun da çəkisi P olsa, onda bərabər necə olacaq? 7P bərabərdir 2P. Üstə gələk P vurulsun. Dayaqdan 2 dama məsafədədir 2P. 4P oldu. Aha. Biri qəbul etdim. İndi deyir, özdeş cisimlərdən Y-ə də bir dənə as. Y-ə də bir dənəsini astım. Aşağıya doğru P. Nə qədər məsafədədir? 1, 2, 3. Üstə gələk 3P. Elədi 7P. Burada 7P'dir. Deməli, bax, bu iki işləmi etsəm, birlə ikini etsəm, mənim çubuğum tarazlıqda qalacaq. Eşit bölməli türdeş çubuğun, yəni bir cins çubuğun, deməli, üzərindəki x cismi bir istiqamətdə hərəkət etdikdə tarazlıq pozulmadan ən fazla, yəni maksimum A nöqtəsinə qədər gedib çıxa bilir. Buna görə x cismi iki istiqamətdə hərəkət edəndə tarazlıq pozulmadan nə qədər gələ bilər? Baxın, bir istiqamətdə gəldi bura. Düzdürmü? Və eşit bölməli türdeş bir cins olduğuna görə görək mərkəz hara düşəcək? Ağırlıq mərkəzi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Tam mərkəzə. 3, 2. Bax, tam mərkəzə P çubuq yazaq. Düzdürmü? Bir də X cisminin özünün ağırlığı var da. Bura nə yazaq? Bir P yazaq gəlin buna da. Gəlin buna da bir P yazaq. Tarazlıq şərtini yazaq. Bir də onu qeyd edeyim ki, bax, cisim bu vəziyyətə gəlirsə, artıq dayaq olaraq, dayaq mərkəzi olaraq bax, buranı götürürük. Artıq bu birinin bir önəmi olmur. Yəni, burada bunu silirəm. Yazaq. Tarazlıq şərtini yazsaq, bax, P çubuq sadə əqrəbin əksi istiqamətdə, daha doğrusu P ağırlıqlı bu X cismi. P çubuq isə sadə əqrəb istiqamətdə. Yazırıq, P vurulsun, dayaqdan 2 məsafəsindədir. P çubuq da 2 məsafəsindədir. İkilər ixtisar gedəndə P çubuq P-yə bərabər olur. Yəni, bu cisim, deməli, çubuq ağırlıqdadır. Çubuqla ağırlığı eynidir. İndi deyir ki, bax, bu K, L, M, bunların hansı? İki yönündədir də bunlar, iki istiqamətindəki nöqtələrdir. Maksimum hara qədər gələ bilər? Qəbul edeyim, məsələn, özüm üçün yazdım. Hələ dəqiq bilmirəm. Sadəcə deyirəm ki, hə, bax, buradadır. Onda, bax, mənim dayaq mərkəzim olaraq buranı qəbul edirəm. Bu dəfə də digərini görməzdən gələcəm. Gəlin tarazlıq şərtini yazaq. Bir də bunun aşağıya doğru bir P ağırlığı var. Gəl tarazlıq şərtini yazaq. Dayaqdan, baxın, P çubuq sadə əqrəbin əksi istiqamətdə, P sadə əqrəb istiqamətdə döndərməyə çalışır. Yazırıq, P çubuq vurulsun 1. Digəri P vurulsun X. Bilmirəm, haradadır. Onda mən bu X-i tapanda nə edirəm? P çubuğu, çubuğun da çəkisi elə P-dir də. Elə istəsəm, bura P yaza bilərəm. Baxın, P çubuq P-yə bərabərdir. P bölünsün P bərabərdir 1. Yəni, iki istiqamət dayaqdan bir məsafədə olmalıdır. Görək, bu hara düşür? Bax, dayağım budur. Dayaqdan bir məsafə hara gəlir düşür? Bax, K-ya gəlir düşür. Deməli, bax, mənim bu cisimim haradadır? K-dadır. Tarazlıq pozulmadan maksimum K nöqtəsinə qədər gələ bilir. Deməli, K çubuğu şəkil 1-dəki kimi dəngələndiyindən, yəni tarazlıqda olduqda iplərdəki gəlmə qüvvələri 2T və T-dir. Buna görə eyni çubuq şəkil 2-dəki dəstəklər üzərinə qoyulsa, bu zaman dəstəklərin reaksiya qüvvələrinin qiymətlərinin nisbəti. Baxın, bir cins çubuq söhbəti yoxdur burada. Ona görə şəkil 1-ə baxaq birinci. Görək, ağırlıq haradadır? Bax, ağırlıq elə nöqtədə olmalıdır ki, hər iki ipdəki gərilmə o nöqtəyə nəzərən bərabər olsun. Yəni, momentləri bərabər olsun. Bax, ağırlığımı mən buradan seçsəm, F ağırlıq. 2T vurulsun 1, bərabərdir. T vurulsun 1, 2 dama məsafədədir. T vurulsun 2. Yəni, 2T 2T-yə bərabər düzdür. Onda deməli, mən düz tapmışam. Mənim ağırlığım da buradadır. Gətirək, burada göstərək. F ağırlıq. NK, bu da NL. İndi gəlin, reaksiya qüvvələrinin ağırlıq mərkəzinə görə momentlərini yazaq. NK vurulsun 1, bərabərdir. NL vurulsun 1, 2, 3. 3 NL. Onda NK-nın NL-ə nisbəti nəyə verir? 3 verir. Cavab olur C variantı.
Ağırlığı 18 Newton olan kürə F qüvvəsi ilə 1 sm yüksəkliyindəki basamağı, yəni pilləkənin üzərinə çıxarılmaq istəyir. Buna görə kürə basamaqdan çıxara bilmək üçün F qüvvəsinin böyüklüyü nə qədər olmalıdır? Baxın, bu F qüvvəsi ilə təsir edirik. Bu kürə neyinir? Pilləkənin üzərinə çıxır, düzdürmü? Müəyyən müddət sonra artıq bu vəziyyətdə olacaq. Yaxşı çəkmədi. Sonra müəyyən müddət sonra keçəndən sonra bu vəziyyətdə olacaq. Düzdürmü? Hansı nöqtəyə nəzərən o qaldırılır? Fırlanma nöqtəsi olaraq bax buranı qəbul edirəm də. Çünki bax bu nöqtəyə nəzərən neyinir? O nöqtənin üzərində fırlanır və gəlir basamağın üzərinə çıxır, düzdürmü? İndi gəlin ağırlığını göstərək. Ağırlığı nə qədərdir? Kürənin ağırlığı 18 Newtondur. Mərkəzdən aşağı 18 Newtonu göstərdik. Aha. İndi gəlin momenti yazaq. Deməli, 18 nə etməyə çalışır? Saat əqrəbi əks istiqamətdə. Yəni, bu istiqamətdə kürəni aşağı salmağa çalışır. F isə, baxın, bu istiqamətdə yuxarı qaldırmağa çalışır da, bir-birinin əksinədir, düzdürmü? İndi gəlin baxaq, 18 dayaqdan nə qədər məsafədədir? 18, bax, buranı birləşdirsək, buranı tapmalıyıq. Baxın, bura radiusdur 5 cm. Bura radiusdur. Onda bax, burada radiusdur da. Burada olacaq 5. Bura 1-dirsə, paralel olaraq burada 1-dir. Onda bura nə qədər qalır? 4 qalır. Onda, bu bucağa baxın. Katetlərindən biri 4-dür, hipotenuzu 5-dir. Deməli, avtomatik bura nə qədərdir? 3-dür. Aha. Deməli, baxaq. İndi F görək nə qədər məsafədədir. Bax, bu F. Deməli, bu aşağını bilirik 4-dür. Burada radiusdur da. Bax, bu qalan hissədə radiusdur. Burada 5-dir. Onda F vurulsun 9. F vurulsun 9. Böyük olmalıdır. Böyük bərabər olmalıdır. 18 vurulsun. 18-in dayaqda məsafəsi 3-dən. Deməli, onda F böyük bərabər olmalıdır 6-dan. Yəni 6 Newtondan böyük olmalıdır ki, neynəsin? Ən fazla nə qədər olmalıdır? Daha doğrusu ən az nə qədər olmalıdır? Yəni ən az 6 olmalıdır ki, nə etsin? 6 Newton olmalıdır ki, pilləkənin üzərinə kürəni qaldıra bilsin. Baxın, böyük bərabər 6. Yəni ən az 6 olmalıdır ki, basamağın üzərinə qalxa bilsin. Cavab olur Y variantı. Türdeş çubuğun ağırlığı P-dir. 1, 2, 3, 4, 5, 6 tam mərkəzdən aşağı ağırlığı yazdıq 5-dir. Bir cins çubuqdur. Çubuq şəkilləri kimi tarazlıqda olduqda iplərdəki gəlmə qüvvələri bərabər olur. Buna görə K cismin ağırlığı neçə P-dir? Bax, bu iplərdə T gərilmə yaranır. Mən getdim dayağı bir dəfə qoydum bura. Buradakı T gərilmə getdi işinə. İndi gəlin hesablayaq. Tarazlıq şərtini yazaq. Birinci, bax, bu T dayaq ətrafında nə etməyə çalışır? Sadə əqrəbin əksi istiqamətdə. P sadə əqrəb istiqamətdə. Deməli, bunun da ağırlığına bir PK yazaq. PK da sadə əqrəbin əksi istiqamətdə. İndi gəlin yazaq. Deməli, T vurulsun 3. 1, 2, 3 dayaqdan 3 məsafədədir. Yəni 3T. Üstə gələk. PK dayaqdan 1 məsafədədir. Yəni 1 metr. Bərabərdir 2P-yə. Düzdürmü? Bunu yazdıq. İndi bir dəfə də gətirək dayağı qoyaq. Digər T-nin deməli digər ipin altına. Bax, dayağı getdik, qoyduq bura. Aha, dayağı getdik, qoyduq bura. Yəni ağırlığı göstərək. Ağırlıq aşağıya doğru P-dir. Bunun ağırlığına PK demişdik. Burada T gərilmə var. İndi baxaq. Bax, bu T gərilmə nə etməyə çalışır? Sadə əqrəb istiqamətdə. PK sadə əqrəbin əksi istiqamətdə. P isə sadə əqrəbin əksi istiqamətdə fırlatmağa çalışır. Gəlin yazaq. 3T bərabər olur. PK vurulsun 1, 2, 3, 4. Yəni 4PK. Üstə gələk P. Sistem tənlik kimi həll etməliyik. Onda nə edək? Aşağını gəlin vuraq -1-ə. Olacaq -3T bərabərdir -4PK. Üstə çıxılsın P.
İndi bax birinci tənliyimiz budur, ikinci tənliyimiz budur. Tərəf-tərəfə toplayaq. 3t üstə gələk pk, üstə gələk -3-də olacaq. Çıxılsın 3t bərabərdir. 2p üstə gələk -4, müsbət toplayanda burada mənfi olduğuna görə işarə olacaq mənfi. Aha. Çıxılsın 4pk, çıxılsın p. İndi nə edək? 3t'lər ixtisar getdi. Burada qaldı pk, bir də pk burada var. Mənfidir. Bu tərəfə keçidək müsbətlə olacaq 5pk. Nəyə bərabərdir? P-yə. Buradan pk-nı tapırıq. 5də 1 p edir. Yəni biz pk-nın ağırlığını tapdıq. 5də 1 cavab olur D variantı.